Salam əziz müəllimlər, sertifikasiya imtahanı verəcək müəllimlər və MİQ-ə hazırlaşan gələcək müəllim yoldaşlarım. Hər birinizə uğurlar arzulayıram. Artıq bu gündən etibarən sizlə MHŞ-in 2025-ci il yeni nəşri riyaziyyat məsələləri, ibtidai riyaziyyat müəllimləri üçün riyaziyyat məsələləri vəsaitindən imtahana birlikdə hazırlaşacağıq. Gəlin baxaq. Suallara. İlk mövzumuz ədəd məsələləridir və birinci mövzudan müəyyən qədər işləyəcəyik. Bu arada videonu bəyənməyə, kanala abunə olmağı unutmayın. Yoldaşlarınızla da bölüşün ki, onlar da bu videolardan xəbərdar olsunlar. Başlayaq. Deməli, ilk mövzumuz ədədlərin yazılışı və oxunuşudur. Bütün videoların hər birinə kapaq yerləşdirəcəm. Bu videoda məsələn hardan hara qədər işləyəcəyik, bunların hər birini qeyd edəcəm. Siz də videolarla bağlı təkliflərinizi, iradlarınızı, nə sözünüz varsa rəydə qeyd edə bilərsiniz ki, mən də növbəti videolarımda nəzərə alım. Ədədlərin yazılışı və oxunuşu mərtəbə sinif mövzularına baxacağıq. Deməli, birinci suala baxırıq. 900 milyard 52 milyon 17 ədədinin rəqəmlərlə yazılışını göstərin deyir bizə. 900 milyard deyir, düzdür. Mən bu milyarda qədər, yəni buna qədər, bu mərtəbəyə qədər belə deyək də, yazırıq 900. Sonra milyarda baxıram. Milyarddan sonra, yəni milyard deyirsə, milyarddan sonraki ədəddə deməli üçlük belə olmalıdır. Ondan sonra üçlük, yəni milyarddan sonra 3 dənə sinif var və milyardda 6 dənə sıfır var. Yəni 9 dənə rəqəm var milyardda. 900 milyard deyəndən sonra biz 9 dənə rəqəm yerləşdirməliyik. Ondan sonra baxırıq, ardıca bizdə gəlir milyon. Neçə milyon? 52 milyon. Milyonda neçə dənə olmalıdır? Arxasıca 6 dənə rəqəm olmalıdır. Ona görə 52 burada dayanmalıdır ki, 52-nin ardı ilə 6 dənə rəqəm biz yaza bilək. Sonra arxasıca baxıram, milyon. Sonra 17. Baxırıq 17. 17 7 təkliklərdir. 17, yəni heç bir şey yoxdur. Yazıram 17 və boş qalan hissələrə də yazıram 0. Variant axtarırıq. 9, 3, 0, 52, 4, 0, 17. 52, 4, 0, 17. Doğru cavab olur B variantı. Baxırıq ikinci suala. Yine bu qayda ilə 752 milyon. Yazıram 752. Milyon deyəndən sonra arxasıca 6 dənə rəqəm yerləşməlidir. Sonra 12 min, baxıram minə, 12 min. 12-ni elə yazmalıyam ki, 12-dən sonra 3 dənə rəqəm olsun. Çünki mində 3 dənə sıfır var. 37, 37 də eləcə yazılır. 37 boş qalan yerlərə yazıram 0. 752, 012, 037 doğru cavab olur A variantı. Baxırıq üçüncü suala. 12 milyard 12 necə yazılır? Deməli, yazıram 12 milyard. Milyardda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 olmalı. 9 rəqəm olmalıdır. Yəni milyard sözündən sonra. Milyard sözündən sonra 9 rəqəm yazılmalıdır. Milyon sözündən sonra 6 rəqəm yazılmalıdır. Min sözündən sonra 3 rəqəm yazılmalıdır. Çünki həmin ədədlərdə o rəqəm yazılacaq sayda sıfırlar var. Deməli, mən 12 milyardı yazdım. Milyardı təyin elədim. Arxasıca da 12 yazıram. Eləcə 12. 12. Boş qalan yerlərə də yazıram 0. 3, 7 dənə 0. 12, 7, 0, 12. Doğru cavab olur B variantı. 12, 7, 0, 12. Dördüncü suala baxırıq. 25 milyard. Milyardı yenə təyin edirəm. Yazıram 25. Sonra ardıca olur milyard. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə rəqəm olmalıdır dedik. Arxasıca 4 milyon. Mən 4-ü elə yazmalıyam ki, yəni bu milyard, bu milyon, bu da min. 4-ü elə yazmalıyam ki, milyon, yəni bu milyon hissəsinə dəyməyim. Ona görə 4-ü yazıram buradan. Arxasıca 1, 2, 3, 4, 5, 6 dənə rəqəm yazıram. Milyonu yazdım. 12 tam. Burada hələ tam var. Deməli, yazıram 12 tam. 12 deyir. Tamda artıq vergül olmalıdır. Biz bilirik ki, tam deyirsə onluq kəsirdən söhbət gedir. Deməli, tamda vergül var və ən axırdan yazıram 12. Buraları təmizləyirəm.
Yazdım ən axırdan 12. Burada da tam 12 tam mində 23. Mində deyirsə, min rəqəminə neçə dənə sıfır var? 3 dənə. Mində deyirsə, kəsr hissədə 3 dənə ədəd olmalıdır. 3 rəqəm olmalıdır. 23 dediyinə görə yazıram 23. Boş qalan yerlərə yazıram 0. Bir daha deyirəm. Mində deyirsə, bayaqki qayda ilə 3 0 var, 3 rəqəm olmalıdır. Deməli, 25 004 25 25 milyar 4 milyon. Deməli, dördüncü sualda 25 0. Mən burada 2 0 almışam. 4 0 0 12. Baxaq bir dənəm. Hadi, bax E variantındadır. Bayaqdan fikrim D-də qalıb. E-dədir biz tapdığımız. 2 0 4, sonra 4 0 12, mində 23, bu da öz yerində. 5-ci suala baxırıq. Yenə yazırıq 23 milyard. Burada milyarddır. Milyarddan sonra 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə rəqəm olmalıdır. Deməli, bura milyard, bura milyon, bura minliklər. Deməli. Sonra indi arxasıca deyir 8 milyon. 8-i elə yazmalıyam ki, 8-dən o tərəfəsi qalsın. 8 arxasıca 6 dənə rəqəm boşluğu qalmalıdır. Milyon 14-ü də yazıram. 14 boş qalan yerlərə yazıram 0. 23 2 0 8 4 0 14 doğru cavab olur D variantı. 6-cı suala baxırıq. Ədədinin oxunuşu necədir? Deməli yazırıq 0 0 ədədi yazaq. Sonra 5 0 0 48 0 0 1. Deməli bizə ayırırıq bunu. 3 ayıracağıq. 3 sonra 3 sonra 3. Deməli 3 dənə 3'lü bilirsiniz ki milyondur. Deməli olacaq 60 milyon. Sonra bu ədəd bura nə hansı ədəddir bu? 50'dir də düzdür. 0 50 yəni 50'dir. Sonra yazırıq 60 milyard mılıdır. Sonra yazırıq 50 milyon. Arxasıca baxırıq digərinə. Bu nədir? 48'dir. Sonra yazırıq 48 min. Arxasıca da sadəcə burada da 1 var. 1. Deməli 60 milyard. 60 milyard. Bu 5 milyonda 50 milyon. 48.001 doğru cavab olur. 6-cı da B variantı. Baxırıq 7-ci suala. 5 milyard 231 min 7 ədədi necə yazılır? Yazırıq yenə 5 milyard. Deməli 5 milyard. 5 milyard. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 5 milyard 231 min. Bax, min deyir. Görürsünüz, milyon yoxdur. Deməli, mən burada mini ayırmalıyam. Sonra 231'i yazmalıyam. 231'i elə yazmalıyam ki, minə toxunmayım. Milyondan və s. söhbət getmir. Deməli, o hissələr sıfırdır. Sonra bir də arxasıca deyir ki, 7 ədədi. Yazıram 7. Boş qalan yerlərə yazıram 0, 0, 0, 0, 0. 5, 3, 0, 231, 0, 0, 7 doğru cavab olur A variantı. Sonra baxırıq bu suala. Bu hansı sualda? 8-ci sual. Deməli, yazırıq 13 milyon. Deməli, 13. Milyon deyir bizə, düzdür, milyon. 1, 2, 3, 4, 5, 6. 13 milyon. 3 min. Burada da deyir ki, 3 min. Mən elə yazmalıyam ki, minə toxunmuyum. Yazıram ona görə 3 min. 27 ədədində yazıram 27. Boş qalan yerlərə yazıram 0. Deməli, 13. 003 027 13 003 027 D variantı. Sonra baxırıq bura. 300 milyon yazıram 300. Təyin eləməliyəm milyonu. 1 2 3 4 5 6 13 ədədində yazıram ən axırdan. Eləcə 13'dür. Boş qalan yerlərə yazıram 0. Deməli 3 6 0 13. 6 0 13 doğru cavab olur E variantı. Baxırıq 10-cu suala. 72 milyard yazırıq. 72 milyard. 1 2 3 4 5 6 7 8 9. Deməli milyardı yazdım. İndi təyin edirəm 52 milyon.
Elə yazmalıyam ki, buradan 6 dənə də toxunmayım. Çünki milyon deyir bizə. Ona görə yazıram 52. 129 tam. 129 tamda artıq vergül olmalıdır. Ona görə yazıram 129 tam. Nə deyir? %65 deyir. Bura baxın. %65. %65 odur ki, 2 dənə, %2 dənə rəqəm olmalıdır. Yazıram 65. Boş qalan yerlərə 0. Deməli, 72, 05, 230, 129, 65 C variantı olmalıdır. Bəli, 10-cu da C variantı. Deməli, 234 milyon. 234 milyon. 1, 2, 3, 4, 5, 6 milyon. 1015. Möhtəşəm ədəddir. 1015 ədədi də budur. Boş qalan yerlərə də yazırıq 0. 234, 0, 0, 1015 doğru cavabı olur C variantı. İndi bu ədədi oxuyaq. Deməli, yazırıq 7. Neçə 0-dır? 4, 0, 1, 2, 3, 4. Sonra 7, 5, 0, 1, 2, 3, 4, 5, 0. Ayırıram, 3 ayırıram. 1, 1, bir də 1. Deməli, 3 dənə üçlük 9, 70 milyard deməkdir. 70 milyard. Sonra arxasıca baxıram bura. Milyon hissədə heç nə yoxdur, yazmayacağım. Ondan sonra baxıram bura. Minlik hissədə 700-dür. Deməli, 700, arxasıca da 1000. 70 milyard, 700 min doğru cavab olur E variantı. Ədədini oxun deyir bizə. Mən də yazıram. 20, 34, 0, 0, 50. Yenə 3 ayırıram. Mən baxıram ki, burada sadəcə 6 rəqəm var. 1, 2, 3, 4, 5, 6. Yəni ayırdığım hissədə 6 rəqəm. Ona görə 20 milyon, minliklər 340. Yəni minliklər 340 deyil də, ardıca 340 min yazırıq. 340 min, arxasıca da sadəcə 50. Yəni 340 dənə min var, belə deyək də. 340 min. Çox mənasız oldu 340 mindən. Deməli, 20 milyon 340 min 50. 20 milyon 340 min 50. Yox, 2 milyonluq. 20 milyon 340 min 50. Doğru cavab olur B variantı. Baxırıq 14-də. 30 milyon 30 min 30. Deməli, 30 milyon deyirsə 1, 2, 3, 4, 5, 6. 30 milyon, 30 min. 30 min. Bir də 30 ədədi. Axırda da yazırıq 30. Boş qalan yerlərə yazırıq 0. 30, deməli 300, 330. 300, 330 doğru cavab olur C variantı. Ədədi yenə yazırıq. 360. 360. 0. Ayırırıq. Deməli, belə, belə və belə. Deməli, 3 dənə üçlü hissəyə ayırdım. Artıq görə bilirəm. Deməli, 3 milyard. Sonra bu hissə hansı ədəddir? 600 ədədir. Ona görə 600 milyon. Sonra bu hissə 230 ədədidir. Ona görə 230 min. Axırda da sadəcə 1. Deməli, 3 milyard 600 milyon 230 min 1. Bəli, B variantı olur. Bu ədədin bizdən cəmini soruşur. Neçə dənə? 3, 3. 6 dənə 6-dır. 6, 6, 6, 6, 6, 6. Sonra 4, 4, 4, 4, 4, 4. Bunların cəmini bizdən soruşur. Deməli, 6 ilə 4-ü toplayırıq 10. 0 yazırıq 1 yadda. Sonra 6 ilə 4-ü toplayırıq 10. 1 də yadda eləyir 11. Yenə 1 yazıram 1 yadda. Sonra bu 6 ilə 4 toplayıram 10. 1 də yadda 11. Yenə 1 yadda. 6 ilə 4-ü toplayıram 10. 1 yadda 11. Yenə 1 yadda. 6 ilə 4-ü toplayıram 10. 1 yadda 11. Yenə 1 yadda.
6 ilə 4 toplayıram 10, 1 deyək də eləyir 11. Deməli 6 dənə 1, arxasıca 0. Deyir ki, neçə dənə minlik var? Biz burada minlikləri tapmaq üçün deməli nə etməliyik? Yazıram 1000. Minlikləri tapmaq üçün 1000 ədədində neçə dənə 0 var? Deyir, neçə dənə minlik var? Neçə dənə 0 var? 3 dənə. Deməli, axırdan başlayaraq 3 dənə rəqəm silməliyik. 1, 2, 3. Sıfırın sayı qədər rəqəm silirsiniz. Alınan ədəd həmin minliklərin sayıdır. Gəlin digərinə baxaq. Buranı biraz təmizləyim. Deməli, cəmində deyir neçə minlik var. Bu da bayaq kimi olacaq. Elə bil ki, bayaq 6 rəqəmli ilə 6 rəqəmlinin topladığı 6 dənə bir dənə 0 alındı, düzdür? Bayaq topladığı 6 rəqəmli ədədlə 6 dənə rəqəmli. Hər birini toplayanda 10-a tamamladı deyə 6 dənə 1, bir dənə axırda 0 aldıq. Burada da 7 rəqəmli ədədlə 7 rəqəmli ədədi toplayırıq, 10-a tamamlayır. Ona görə axırda alırıq 0, 7 dənə də 1, 3, 7-dən də 1. İndi bizə deyir ki, burada neçə dənə minlik var. Baxıram minliyi soruşur. Minlikdə neçə dənə rəqəm var? 3 dənə rəqəm. Deməli, axırdan 3 dənə rəqəm silirəm. Alınan ədəd 11111 bizdə neçə dənə minlik olduğunu göstərir. A ədədi neçə rəqəmli ədəd ola bilər deyir bizə. Deməli, bu ədəddə, ilk ədəddə burada 4, 4, 8 rəqəm var. 4, 4, 8. Sonraki ədəddə də 8 rəqəm var. A ədədi 2-dən 8 rəqəmlərin arasında yerləşirsə neçə rəqəmli olmalıdır? 8 rəqəmli olmalıdır. Aşağıdakılardan neçəsi doğrudur? Bütün rəqəmlər ədəddir. Deməli, bu doğrudur. Məncə doğrudur. Bütün rəqəmlər ədəddir. Bəli. Bütün ədədlər rəqəm deyil. Bu da doğrudur. Bütün ədədlər rəqəm deyil. Məsələn, 111 rəqəm deyil. Amma 5 rəqəm də ədədə sayılır. Ən böyük cüt rəqəm 9-dur. A-da tərəddüd eləyə bilərəm. Baxacam indi bir də. Çünki tərifi deyim sizə, deyəcəm deyil. Ən böyük cüt rəqəm 9-dur. Bu yanlışdır. Ən böyük cüt rəqəm bilmirik də sonsuzdur. Ən böyük cüt rəqəm 8-dir, rəqəmdir. 9 dənə rəqəm var. Xeyr, 10 dənə rəqəm var. Bu yanlışdır. 0-dan 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə rəqəm var. Bütün rəqəmlərin hasili natural ədəd deyil. Bəli, doğrudur. Məsələn, 0 rəqəmi ilə 5 rəqəminin hasili 0 verir. Cavab natural deyil. Natural nədir? Sayarkən istifadə etdiyimiz ədədlərə natural ədəd deyilir. Alınan cavab, hasil 0 natural deyil. Ona görə E variantı doğrudur. Bütün rəqəmlər, tək rəqəmlərin hasili 0-dır deyir bizə. Bütün tək rəqəmlərin hasili 0-dır. Məsələn, tək rəqəmlər 1 ilə 5, 3 ilə 5, 7 ilə 5 hasili 0 vermir. Bu da yanlışdır. Oldu 1, 2, 3 dənə. Doğru cavab C variantı 3 dənədir. Mən A-da niyə çaşdım? Çünki deyir ki, ədədlər, rəqəmlərin birləşməsi ədədlər yaradır. Belə bir şey var idi. Bütün rəqəmlər ədəddir ifadəsi doğrudur. Bütün rəqəmlər ədəd deyil. Bu da doğrudur. 65 milyard təmizləyim. Deməli, 67 milyard. Yenə baxırıq bu milyarda. Deməli, 67 milyardda neçə dənə? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Milyard, 23 milyon. Deməli, biz elə yazmalıyıq ki, axırda 6 dənə rəqəm saxlayaq. Ona görə yazırıq 23. Milyona görə 6 rəqəm saxlayırıq. 2000. 2-ni elə yazırıq ki, arxasıca 3 dənə rəqəm saxlayaq. 2015 ədədində yazırıq 15. 1. Boş qalan yerlərə də yazıram 0. Sonra arxasıca deyir ki, ədədi neçə rəqəmli ədəddir? Sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Heç yazmağa da ehtiyac yox idi. 11 dənə. Bax, demir 67 milyard. Düzdür. Kəsr hissədə yoxdur. Kəsr hissədə olmadığına görə. Milyardda neçə dənə rəqəm var? 9 dənə rəqəm var. Yəni 9 0 var deyə milyard dersə arxasında 9 rəqəm yazılmalıdır. 67-də də 2 rəqəm, 2 üstəgələk 9 verir 11 dənə. Rəqəmləri müxtəlif ən böyük 5 rəqəmli cüt ədədlər. Rəqəmləri müxtəlif ən böyük 5 rəqəmli cüt ədədlər. Deməli 9, 8, 7, 6, 4. Bəli, ən böyük budur.
5 rəqəmli cüt ədədin yüzlüklər mərtəbəsinin mərtəbə vahidlərinin sayı necədir? Deməli, baxırıq. Təklik, onluq, yüzlük. Deyir ki, mərtəbəsinin mərtəbə vahidlərinin sayı neçədir? A variantı 7 dənədir. 7. Sonra baxırıq 22-ci suala. Ədədi necə oxunur? Deməli, ayırırıq. 3 ayırıram, 3 ayırıram, 3 ayırıram. Deməli, üçlük qruplaşma buradan ayırdım deyə. Başlıqda var 50 milyard. Deməli, 50 milyard. Qalır B variantları. Sonra bu hissəyə baxın. Bu hissə nədir? 500 milyon. 50 milyard, 500. Burada uşu 1000 yazıb. Burada uşu 1000 yazıb. Heç vəbşi bu variant əvvəldən səhv idi. Çünki bizə 50 milyard lazımdır. Amma bu adam yazıb 50 milyon. Bu olmaz. Doğru cavab B variantıdır. 5 rəqəminin mərtəbə vahidlərinin cəmini bizdən soruşur 23-cü sualda. Deməli, mərtəbə vahidlərinin cəmi. Bayaq sayı soruşdu, indi mərtəbə vahidləri. Baxıram, təklik onluq. Bura onluqdur. Onluq. Bu birisi təklik onluq, yüzlük, minlik, 10 minlik. Bu da 10 mindir. Toplayıram. Olur 10 min, 10. Bu deyil. Alınır C variantı. Buranı təmizləyim. Deməli, 24-cü sualda bizim bir dənə 2 rəqəmli ədədimiz var. 2 rəqəmli ədəd. Deyir ki, onluqlar mərtəbəsi. Onluqlar mərtəbəsi haradır? Burada da düzdür. Deməli, onluqlar mərtəbəsi. Onluqlar mərtəbəsində duran ədəd, təklik mərtəbəsində duran ədəddən 7 dəfə böyükdür. 7 dəfə böyükdür. Burası sözsüz ki, 2 ola bilməz. Çünki 2 7 dəfə böyük, 2 vuraq 7 deməkdir. Yəni, onluqlar mərtəbəsində olmalıdır 14. Onda bu ədəd 2 rəqəmli olmur. Deməli, bizdə burada 7 dəfə böyük dediyi üçün mütləq təkliklər mərtəbəsində olmalıdır 1. Onluqlar mərtəbəsindəki də bundan 7 dəfə böyükdür deyə onluqlar mərtəbəsindəki də olmalıdır 71. Bizə deyir ki, 71 ədədinin rəqəmlərinin yerini dəyişdiyimiz zaman, yəni yerini dəyişirik 17 olan zaman neçə vahid azalır? Vahid azalır deyəndə çıxırıq. 71-dən 17 çıxırıq. Cavab olur 54, yəni E variantı. 25-ci sual. Deməli, ədədində 10 milyonluqlar mərtəbəsində duran rəqəmin yarısının 9 misli ən kiçik 2 rəqəmli ədəddə neçə? Deməli, bu deməkdir ki, bu sualın balını sənə vermirəm. Deyir ki, 10 milyonluqlar mərtəbəsi sayıram. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, milyon, 10 milyon. 10 milyonluqlar mərtəbəsindəki rəqəm 8-dir. Yarısını 2-yə bölürəm. Sonra deyir, yarısının 9 misli. Vururam 9-a. 9 misli. Ən kiçik 2 rəqəmli ədəddən. Ən kiçik 2 rəqəmli ədəd hansıdır? 10-dur. Deyir ki, ən kiçik 2 rəqəmli ədəddən neçə vahid böyükdür deyir bizə. Vahid böyükdür dediyi üçün çıxıram. 36-dan 10 çıxıram, edir 26. Qaşa sual idi bu arada. Minliklər sinfinin rəqəmləri cəmi, milyonluqlar sinfinin rəqəmləri hasilindən neçə vahid kiçikdir? Deməli, deyir ki, minliklər sinfinin rəqəmləri cəmi sayıram. Getməliyəm deyə 25-də dayandırmalı oldum. Bu qədər izah həm də ilk dəfə üçün bizim üçün sınaq olsun. Çünki mən adətən sürətli danışıram. Maksimum yavaş danışmağa, diqqətlə izah etməyə çalışdım. Videoya baxıb irad və təkliflərinizi yazarsınız. Nəsə sözünüz varsa. Bəyəndiniz ya bəyənmədiniz, qeyd edərsiniz qısaca. Bəyəndinizsə nəyi bəyəndiniz, bəyənmədinizsə nəyi bəyəndiniz, davam eləyəkmi və s. 25-dən müxtəlifə çalışacağım 80-ə qədər tam izah eləyim. Ondan sonra bizdə başlayır. Deməli, yuvarlaqlaşdırma. İmtahanda hər birinizə uğurlar arzulayıram. Hələlik, sağ olun, görüşənədək.